Aha. Salam mənim gözəllərim. Bugün bizdə alça turşusu hazırlayırıq. Baxın. Bu bizim alça turşularımızdır. Xırxırtdır. Alça turşularımız. Bir də mayonez bankalardır. Bilirsiniz də 1 kiloluq mayonez bankalardır. Biz buna yığmışıq alçalarımızı. Əlavə edirik turşu duzumuzu. Yəni məsləhətdir ki, bu məsəl üçün turşu duzundan eləyəsiniz. Yodlu duzla olmaz. Yumşalır, sonra qaralır, suyu bulanır. Yəni yod var da duzun tərkibində olmaz. Amma bu turşu duzunun tərkibində yod yoxdur. Aha, buna əlavə edirik 1 qaşıq duz. Təpələmə. 1 çay qaşığı şəkər tozu. 1 çimdik limon duzu. Yarım çay qaşığı da şəkər tozu. Biz buna əlavə edirik. Əgər istəyirsinizsə ki, nanə vurasınız, dəfnə yarpağı vurasınız, bu zövqlərə, ağız dadına uyğundur. Uyğun, kim necə istəyirsə, yəni elə edə bilər. Amma mən istəyirəm ki, mən bunu yeyəndə öz alçanın dadını hiss eləyim. Yəni burada nanə dadı, dəfnə yarpağı dadı gəlməsin. Ona görə də mən bura əlavə eləmirəm. Amma 2 dənə bankasını sarımsaqlı eləmişəm. Çünki bu bizim evdə sarımsaqlı istəyən var. Onu 2 dənə banka onlar üçün ayrıca sarımsaqlı eləmişəm. Amma bu bursilərdə yəni heç birində baxın sarımsaq, nanə, heç bir şey yoxdur. Yəni mən istəmirəm ki, alçadan başqa dad gəlsin. Ancaq istəyirəm alçanın öz dadı olsun. Aha, 1 qaşıq da təpələmə olmayan ilk sus vururuq alça turşumuza. Bir də qaynadıb soyudulmuş suyumuzu vururuq. Deyirsiniz ki, qaynatdıq suyu ilıq oldu, əlavə edək. Yox. Qoyun su buz kimi olsun. Buz kimi olandan sonra əlavə edib qapaqlarını bağlayırıq. Deyirsiniz ki, niyə buz kimi? Hələ gedib kratdan alıb əlavə edək bankalara olmaz. Çünki buz kimi suyun, kratdan gələn suyun tərkibində nə bilim, xlor var, yod var. Ona görə olmaz. O qaynayıb ölməlidir. Suyumuz həm də yumşaq olur. Qaynayanda suyumuz yumşaq olur. Qaynadıb soyudulmuş su bizim turşularımızı uzun müddətli eləyir də. Yəni qoymur bulansın, yumşalsın. Tərkibində çünki xlor ölür, yod ölür. Ona görə. Onu kratdan əlavə eləmək olmaz. Qaynadırıq suyumuzu, soyuduruq, olur buz kimi. Buz kimi olandan sonra əlavə edirik. Turşularımızı bağlayırıq. Aha, yenə də deyirəm, 1 qaşıq duzlu xörək qaşığı, yarım çay qaşığı şəkər tozudur, 1 çimdik, 2 çimdik limon duzudur, 1 qaşıq da təpələ olmayan ilk sosumuzdur. Vəssalam, buz kimi də suyumuzu əlavə edib alçalarımızı bağlayırıq. Gedib qışda baha-baha alıb yemirik də. Yəni əl atanda görürsən evimizdə olur. Açırıq nuşu canlıqla yeyirik. Allah hamının canına sağlıq versin. Aha, ruzusun bollasın. Tutsunlar, yesinlər alçalarını, turşularını, hər şeylərini. Belə, baxın. Elə bir çətin bir işdə yoxdur da, yəni 1 saatımızı ayıra bilərik, eləyə bilərik. Baxın. Baxın mənim gözəllərim. Bu da bizim suyumuzdur. Çaynikdə qaynatıb əlavə eləmişik. Olub buz kimi. Buz kimidir. İndi bunu doldururuq. Bankamızı buz kimi suyuna doldurub qapağını bağlayırıq. Yəni çətin burada hiçbir şey yoxdur. Bu da bizim qapağımız. Qapağı arkaya buraq, otuzduraq. Sonra bək buraq. Vəssalam. Bu da bizim alça turşumuz. Hamıya nuş olsun.